Şəkər xəstəsiyəm. Son bir aydır ki, bir gözüm ümumiyyətlə görmür. Nə edə bilərəm? Yüksək qan şəkəri retina, yəni torlu qışadakı qan damarlarının divarlarını zədələyərək divar tamlığının pozulmasına və mayenin sızmasına səbəb olur. Mayenin sızması da görmə mərkəzində, makulada ödəmə səbəb olur və xəstənin görmə kəskinliyi azalır. Eyni zamanda vaskulyar endotelial qroz faktorun aprequlyasiyonu anormal retinal damarların yaranmasına səbəb olur ki, bu damarlardan da şüşəvari cismə qan sızma olur və xəstənin görməsi anidən azalır. Eyni zamanda retina qan damarlarının mənfəzinin tıkanmasına və görmə mərkəzinin iskemiyasına, qidalanmasının pozulmasına və görmə kəskinliyinin azalmasına səbəb olur. Ona görə şəkər xəstələri mütləq göz həkiminin nəzarəti altında olmalıdırlar. Şəkər xəstəliyinin tip 1 və tip 2 formaları vardır. Tip 2 formaları daha erkən yaşlarda görülür və çox hızlı, çox tez ilərləyir. Tip 2 isə daha yaşlılarda görülür, daha yavaş ilərləyir. Amma yenə də tip 1 və tip 2 fərq etməz. Mütləq şəkər xəstələri göz həkiminin kontrolu altında olmalıdırlar. Və şəkər xəstəliyi vaxtında müalicə olunmazsa, korluqla nəticələnə bilər.